qəbuldasan. Axşamınız xeyir, hörmətli dinləyicilər, əziz dostlar. Asan Radio qulaq 100 FM dalğasında Bakıda saat 18:06-dır. Mənim adım Emin Musavidir. Mən bugün bu verilişi sizə təqdim edəcəm və ənənəyə sadiq qalaraq biz elə bugün də çox maraqlı qonağımızı studiyamızda salamlayacağıq. Qonağımız isə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovdur. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Avqust ayının demək olar ki ortalarında siz hələ də işləyirsiniz. Maraqlıdır ki, məzuniyyətə nə zaman çıxacaqsınız? İstirahət hələ başlamır? Yox, məzuniyyət ayının 15-dən başlayacaq. Mən sizi salamlayıram bizim yeni dalğada, ən yeni radioda. 100 FM-də və ümid edirəm ki, siz də bizim artıq dinləyicilərimizdənsiniz. Sağ olun. Bəli. Qulaq asırıq. Təşəkkürlər. Hörmətli dostlar, siz də bizim söhbətə qoşulmaq istəsəz, mütləq bizə zəng edin. Şəhər nömrəmiz asan və yadda qalandı 56 56 100. WhatsApp nömrəmizə siz həm səsli SMS-lə öz sualınızı göndərə bilərsiniz, həm də yazıb yollaya bilərsiniz 070 65 56 100 və Facebook səhifəmizdə siz sualınızı həmçinin yollamaq imkanınız var. Asan Radio səhifəsini nəzərdə tuturam və canlı yayımda bizi Facebook vasitəsilə bu dəqiqələrdə izləyə bilərsiniz. Ənənəyə sadiq qalaraq Cahit müəllim, mən istəyirəm tərcüməyi halınızı biz efirdə təqdim edək. Adətən biz çalışırıq ki, hər şey dəqiq olsun. Hansı səhv olsa siz bizə söyləyərsiniz. Eyni zamanda mənə gəlir ki, sizin üçün də maraqlı olacaq. Sanki bir ekskurs kimi biz yaxın və uzaq keçmişə sizlə bərabər qayıdacağıq. Çox sağ olun. Qurbanov Cavid Qəmbəroğlu 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib. Cavid Qurbanov ixtisası ilə bağlı müxtəlif yerlərdə, o cümlədən Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Respublika ixtisaslaşdırılmış istehsalat avtomobil nəqliyyat birliyində baş direktor vəzifələrində çalışıb. 1995-97-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı bölməsinin təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb. 1997-ci ildə Azərbaycan Dövlət Dəmir Yollarının Azərdəmir Yol Servis İstehsalat Birliyinin rəisi olan Cavid Qurbanov 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyinin Yol Nəqliyyat Servis Departamentinin rəisi, 2007-2015-ci illərdə Nəqliyyat Nazirliyinin Azəryol Servis Açıq Səhmdar Cəmiyyətinin sədri olub. 2015-ci ildən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədridir. Cavid Qurbanov 123 saylı Kəlbəcər seçki dairəsindən 3-cü və 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Və davam edirik. Cahit müəllim, dəqiq idi məlumatlar haqqınızda. Dəqiq idi, bəli. Mən təklif edirəm ki, dinləyicilərimiz indi fəal olsunlar. Mən söylədim artıq bizə necə müraciət etmək mümkündür və canlı yayımda da bizi izləyən bizim dinləyicilərimiz Facebook vasitəsilə bizi görürlər. Qoşulun Asan Radio səhifəsinə və təxminən il yarımdır ki, siz məhz Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışırsınız. Bəli. Və bu müddət ərzində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində hansı islahatlar həyata keçirilib və keçirilir? Biraz sual mənim üçün çətindir, amma hər halda bu biraz tərifləmək kimi çıxmasın, deyək ki, faktlarla danışaq. Faktlarla danışaq. Heç kim öz ayranına tuş demir. Ona görə dəmir yolu ümumiyyətlə nəqliyyatın ayrılmaz bir hissəsidir və iqtisadiyyatın çox önəmli hissələrindən biridir. Dəmir yolu ölkədə iqtisadiyyatın inkişafına, maddi rifahın yüksəlməsinə təsir edən və edəcək və bugün də edən qüvvələrdən biridir. Ona görə dəmir yolunun stabil və yaxşı işləməsi, qazanc gətirməsi mütləq qədərdə vacib bir məsələdir. Həm də dəmir yolu çox böyük bir ordunu özündə birləşdirir. Yəni insanların, dəmir yolunda bu günləri 22 min insan əsas işdə və 4 min əlavə kənar işlərdə, demək, hamısı dəmir yolunda çalışır. Və dəmir yolunun ətrafında çox böyük bir sahə var. Dəmir yoluna əlaqədar olan yük daşıyıcılar, ümumiyyətlə infrastrukturla əlaqədar olan
insanlar çoxdur. Hansı ki dəmir yolundan həm bəhrələnirlər, həm oradan ailələrini dolandırırlar, həm orada bizneslə məşğul olurlar və özləri dəmir yolunda çalışırlar. Yəni həm dəmir yolunun özündə, həm dəmir yolunun ətrafında. Ona görə dəmir yolunun güclü olması, islahatların olması vacib şərtlərdən biridir. Dəmir yollarında biz hansı işləri görmüşük deyəndə 2015-ci il fevral ayının 9-unda cənab prezident tərəfindən məni buraya təyin ediləndən sonra biz dəmir yolunda yeniliklər aparmağa çalışmışıq. Yeniliklər ondan ibarətdir ki, biz demək birinci o deyirlər kənddə həmişə birinci məscidi tikərlər, sonra ətrafına binamızın təmiri ilə məşğul olmuşuq. İndiyə qədər 1956-cı ildə təhvil verilmiş binanın demək olar ki yenidən qurmasını aparmışıq. Bu birisi dəmir yolu binası Respublikada ən gözəl binalardan biridir. Bəli. İkincisi dəmir yolunun mərkəzi vağzalının təmirinə məşğul oluruq. Allah qoysa bu ilin axırına qədər dəmir yolunun təmirini qutaracağıq. O cümlədən həm Biləcəri stansiyasını, həm Sumqayıt yeni stansiyasını, həm Bakı dairəvi demək dəmir yolunu bir növ Bakıdan çıxaraq Sumqayıtdan keçək və sonra gəlib Zarat Bakı keçmiş Əzibəyov indiki Koroğlu stansiyasına çıxmaqla və Bakı sərnişin demək stansiyasına gəlməklə olan bir yolun təmirinlə məşğuluq. O cümlədən dəmir yolu qərb hissəsində, yəni demək Bakıdan Gürcüstan sərhədinə qədər olan sahədə dəmir yolunun həm kontakt şəbəkəsinin, həm rabitə və işarə etmə sisteminin, həm yolun yenidən təmir olmasından məşğuldur. Bu günləri artıq 700 kilometrə yaxın yol təmir olunub və sürət əgər əvvəl həmən yolda 33 idisə, bu günləri artıq sürət 55-ə çatdırılıb. Dəmir yolunda 3 milyon 100 yeni vaqon alınıb. Təqribən bizim lokomotiv parkının həm magistral həm də ki köməkçi lokomotivlər hansı ki var istifadə olunur. O lokomotivlərin o manevra lokomotivləri deyilir. Onlar da içində bərabər olmaqla dəmir yolunda o lokomotiv parkı 30%-ə qədər yeniləşib. Dəmir yolunda yeni sərnişin qatarları alınıb getirib. 4'ü biz demək Rigada onları təmir etdirmişik. Onlar keçmiş o elektriçka deyirdilər, onlardan idi. Amma əlavə 5 dənə yeni 2 mərtəbəli Stadler qatarları alınıb gətirilib. Dəmir yolunda bu günləri yeni buğalteriya sistemi, yeni mühasibat sistemi qurulur, hansı ki bu sistem bütün yeni standartlara, müasir standartların hamısına cavab verir. Dəmir yolunda kadrları seçilməsindən məşğul olunur. Artıq demək olar ki, bəlkə də bir 100-200'ə yaxın gənc kadrlar ayrı-ayrı ölkənin və dünyanın ayrı-ayrı yüksək səviyyəli institutlarında qurtarmış insanları, gəncləri dəvət edirik. Xüsusi imtahanlar vasitəsilə onları testlər keçirdəndən sonra işlərə qəbul edirik. Əmək haqqını təqribən bir 100-150 manata yaxın artırmışıq. İşlər görürük də valla saymaqla. Görürsünüz, kifayət qədər işlər görülür ki, artıq biz 4-5 dəqiqə ərzində elə yalnız buna öz verilişimizin zamanı həsr etdik və bu çox yaxşıdır. Təzə qoşulan dinləyicilərimizi mən Emin Musavi salamlayıram. Asan Radio 100 FM-ə qulaq asırsınız. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov Asan Radionun qonağıdır. Və suallarımız gəlir bizə Facebook vasitəsilə. Gələn suallardan bir neçəsini artıq diqqətinizə çatdırmaq istəyirəm. Salam, dəmir yolları ilə əlaqələri veriliş üçün sualım var. Xeyli vaxtdır Türkiyə ilə aramızda dəmir yol xəttinin çəkiləcəyi haqqında xəbərlər eşidirik. Bakıdan İstanbula qədər qatarla getmək mümkün olacaq deyilir. Bu layihə barəsində ətraflı məlumat verməyinizi xahiş edirəm. Nə vaxt açılış olacaq? Sürət qatarıdır, yoxsa dinləyicimizin adı Fərruh Rəhimlidir, o soruşur. Bakı-Tbilisi-Kars və oradan da İstanbul'a kadar uzanan bir yol var.
Bunun bir hissəsi Azərbaycan dövləti tərəfindən Cənab Prezidentin iradəsi ilə ortaya qoyulmuş bu bir proyekti. Həmin proyektin maliyyələşməsi Azərbaycan dövləti tərəfindən aparılır. Gürcüstan hissəsində 183 kilometr yoldur. Bu ilin axırına qədər inşallah biz həmən yolun ilkin istismara verilməsini təmin edəcəyik. Türkiyə tərəfdən çatışmayan hissə, yəni Gürcüstan sərhədindən Karsa qədər çatışmayan hissə 80 kilometr olan bir 80 kilometr olan bir ərazidir. Orada da torpaq işlərinin hardasa 90% demək olar ki görünüb. O birisi işləri də artıq sürətləndirirlər və söz veriblər ki ilin axırına qədər qutaracaq. Sürət qatarı olmaq üçün bu qatarın birinci yolunu düzəltmək lazımdır, kommunikasiyasını düzəltmək lazımdır. Ona görə də biz öz ərazimizdə Cənab Prezident tərəfindən verilmiş dəstək və ayrılmış kredi formasında biz artıq təmir işləri artırırıq. Mən bayaq söylədim ki saatda 30-dan 32-dən 55'e keçib inşallah gələn ilin ortalarının axırına biz demək qatarın sürətini 100, 120, 140 arasında tənzimləyəcəyik. Amma o tərəflərdə, Kars tərəfdə dağlıq olduğuna görə sürət yəqin ki 60, 70, 80 ərazi civarında olacaq. Karsdan o tərəfə də artıq İstanbul'a gedən yoldur. Ora Türkiyə ərazisidir. Düzünü bilmək istəyirsiniz, orada mən bilirəm ki sürət hardasa bir 100'ə yaxındır. Amma artıq oradan əlavə bir məlumatım yoxdur. Müəyyən rekord göstəricilər var. Tutaq ki, ən böyük sürət olan ölkələrdən biri bildiyimə görə Yaponiyadır. Hətta 543 kilometrə qədər saatdə. Çində həmçinin var, Almaniyada, Belçikada orta hesabla 250-350 kilometr saatdə. Burada bizdə də nə vaxtsa belə olsun deyə xüsusi infrastruktur, yəni yollar, dəmir yolları dəyişilməlidir, nə olmalıdır, Avropa standartlarına uyğun olmalıdır. Hansı məqamlar gözləməlidir? Məsələ belədir ki, dəmir yolların əgər o sürəti almaq üçün o ayrı bir texnologiyadır. Yəni o qatarın quruluşu da ayrıdır, onların hərəkəti də, onlar hava şarlarının üstündə hərəkət edirlər. Bu artıq reyslərin üzərində hərəkət etmir. Belə deyək ki, ona görə onun sürəti böyükdür, çox sürətlidir. Amma Fransada, o bir ölkələrdə reyslərin üzərində hərəkət edən qatarlardır. Ümumiyyətlə hamısı reysin üzrədir, amma onlar texnologiya sahib. Fərqli bir texnologiyadır. Azərbaycanda bu texnologiyanı almaq üçün bu yolların özündən istifadə etmək mümkün deyil, onu istifadə eləmək olmaz. Onda gərək yanından yeni yol tikilsin. Amma bu yolları təmir etməklə sürəti artırmaq olar. 140'a, 150'ye çatdırmaq mümkündür. Təşəkkür. Zəngimiz var. Toğrul Quliyev bizimlə bərabərdir. Buyurun, axşamınız xeyir, sualınızı verin. Axşamınız xeyir olsun, mənim. Axşamınız xeyir olsun. David müəllim. Sizi elə ilk öncə sizi bu suala görə narahat edirdim ki, yəni bu sürət qatarlarının ölkə daxili regionlarda tətbiqi gələcəkdə bizdə mümkün olacaqmı? Və yaxud olacaqsa da yaxın gələcəyə ümumiyyətlə ümid eləmək olar ki olsun, ya gələcəkdə, ya uzaq gələcəkdə, ya yaxın gələcəkdə bu mümkündür bizdə ölkə daxilində buna tətbiq etmək? Çox sağ olun, suala görə mən sizə bir deyə bilərəm ki, biz çalışırıq bu məsələnin həllini tapaq. Bizim ölkəmizdə əsas sərnişin demək 3 istiqamətdə hərəkət edir. Deyək ki, biri qərb istiqamətində, yəni bu Gürcüstan sərhədinə qədər, ikinci istiqamətdə Rusiya istiqamətində Xaçmaz, Xudat, bu zonalara qədər olan yerlərdir. Üçüncü istiqamətlər isə Astara və İmişli tərəflərədir, bu tərəflərə gedən yollardır. Bunların içində birinci növbədə prioritet olaraq biz demək Gəncə və Xaçmaz şəhərlərini, yəni Xudatı nəzərdə tuturuq. Çünki həm istirahət yerləridir, həm də böyük şəhərlərimizin birləşdirilməsidir. İlkin olaraq Gəncə üçün Cənab Prezident tərəfindən tapşırıq almışıq. Çalışacağıq ki 2017-ci ilin ortalarına və axırına yaxın artıq bu yolda demək biz ən azı heç olmasa 100 ilə hərəkət edən demək qatarımızı buraxaq. Və bununla da biz Gəncəyə
3 saat yarıma çatmaq məsələsini təmin edək. Mən elə biləm ki, bu 3 saat bizim üçün böyük bir 3 saat yarım böyük bir irəliləyişdir və hər halda maşınla əgər hesablasaq ki, avtomobillə bu yol 5-6 saatdır, təyyarə ən azı göydə 45-50 dəqiqə və ora gedib, minib, düşmək üst-üstə hamısı 3 saata. Herhalde qatarla daha rahat. Həm rahatdır, içində Wi-Fi olacaq, içində hər bir rahatlıq olacaq. Belə də yəni qatarla daha müasir olacaq. Yəqin ki, inşallah gələn il bu məsələnin öhdəsindən gələcəyik. Fikirləşirik ki, gələn il yeni Stadlerdən yeni 2 mərtəbəli qatarlar alaq və insanlarımızın o rahatlığını, komfortunu artırmaq əlbəttə ki. Və servislə bağlı da burada sual var. Bizdə yalnız əsas və belə deyək də ütülənmiş suallar olmur. Biraz çətin suallar olur, amma mən əminəm ki, siz buna hazırsınız. Buyurun. Deməli, Azərbaycan daxili qatarlarına satılan biletlər Azərbaycan və nədənsə rus dillərində yazılır. Bəli. Bu yaxında Avropa ölkələrinin birindən olan qonaq mənə sual verdi ki, Azərbaycan müstəqil ölkədir. Niyə biletlərdəki məlumatlar rus dilində yazılır? Axı dünyanın hər yerində biletlər həmin ölkənin dövlət dilində əlavə olaraq və ingilis dilində yazılır. Azər adlı dinləyicimiz soruşur. Bizim Azərbaycanın içərisində olan biletlər Azərbaycan dilində yazılır. Amma mən sual verən vətəndaşımıza istəyirəm çatdırım nəzərinə ki, bizim qonşularımızın biri Rusiya Federasiyasıdır, o birisi Gürcüstan dövlətidir. Bu iki dövlətin ikisinə də gedəndə əsasən rus dilində danışırlar. Ona görə bu ölkələrə satılır bizim xarici biletlər. Biz bunu İngiltərəyə satmırıq ki, bileti ingilis dilində yazaq. Amma indi ondan nəticə çıxardarıq, baxarıq ki, o biletlərimizdə lazım olar 3-cü dili də əlavə edərək. Yaxşı demək, belə deyək, bir işarədir. Biz önümüzdə nəticə çıxardıb onu da əlavə edərik. Söz verirəm ki, əlavə edəcəyik. Bu yəni ki, ona görə nəzərdə tutulur ki, misal üçün xaricdən, Rusiyadan yox, başqa ölkələrdən gələn turistlər, əgər rus dilini bilmirlərsə, onlar bir qədər çətinlik çəkə bilərlər. Tam bu baxımdan yəni ki, düzgün iraddır, biz ondan nəticə çıxardacağıq. Sağ olsun. Sualımız var, əlavə sual. Cavit müəllim, bildiyiniz kimi Sumqayıt şəhərində yerləşən Sumqayıt dəmir yolu stansiyası şəhərdən kənardadır və sürətli qatarlardan hər kəs istifadə edə bilmir. Çünki şəhərin digər tərəfində yaşayan sakinlərə bu əlverişli deyil. Təklif edirəm ki, gələcəkdə dəmir yolu stansiyasını şəhərin mərkəzinə qədər çəkib, orada tiksinlər ki, həm vətəndaşlar rahat istifadə edə bilsin, həmçinin şəhərimizdə turizmin yüksəlməsinə təkan versin. Çox sağ olun, təşəkkürlər, hörmətlə Sumqayıtdan Salamov Əhməd. Çox sağ olsun. Amma mən də təklif edərdim ki, biz o şəhər nəqliyyatı məsələsini həll etmək bizim məsələmiz deyil, amma vətəndaşımız belə bir şey xahiş edirsə, onu mən hesab edirəm ki, şəhər meriyasını üst tutub desə ki, daha çox metronu tiksələr, o metro ilə daha tez çatarlar bizim stansiya, o daha yaxşı, gözəl olar. Biz də bir birləşmə verərik. Amma şəhər içərisinə dəmir yolu çəkmək təkcə dəmir yolu çəkmək deyil. O birinci onun yol olmalıdır, yer olmalıdır, çəkmək lazımdır. Bu gələcəyin içidir. Yəqin gələcəkdə bunu hansı bir formada fikirləşib birləşdirəcəklər. Evet, təşəkkür və daha bir sualımız 8 avqust 2016-cı ildə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı samitində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində görülən işlər əsas müzakirə mövzularından biri idi. Çox aktual məsələdir. İlkin mərhələdə işlər ilin sonuna kimi yekunlaşacaqmı? Bəli. Mən buna tam əminlə deyirəm ki, inşallah əgər bir force major bir şey olmasa, yəni heç kimi 100% garanti verə bilməz, amma mən hesab edirəm ki 99,9% bu işləri biz yekunlaşdıracağıq. Artıq orada torpaq yatağı qutarıb 8,3 kilometrin demək olar ki qutarıb. Təqribən 530.000 kubometr torpaqdan 450.000-i daşını qutarıb. Yol yatağı demək olar ki hazırdır. Körpünün işlərini 70% tam qutarıb, 4 dayağının 4'ü də qutarıb və üzərindəki tirlər də artıq qəriblərə tökülüb. İlin axırına kimi inşallah biz o yolun İrana keçən hissəsini təhvil verməyə çalışacağıq. Yenə deyirəm, inşallah hər halda bir xata olmasa, bir zərər olmasa, hər halda bu məsələ həll olacaq. Və bu da Cənab Prezidentin gündəlik nəzarətindədir, diqqətindədir
ölkənin vacib məsələlərindən biridir. Şimal-cənub dəhlizi bizim üçün çox vacib dəhlizlərdən biridir. Təşəkkür. Qonağımız Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovdur və Cavit müəllimdən elə gözəl bir ifa səslənən zaman bizim qısa bir söhbətimiz oldu. Cavit müəllim söylədi ki, mən istəyirəm acılı suallar olsun, biraz tənqidi xarakter daşıyan suallar da olsun. Biz çox şadıq ki, siz bütün suallara açıqsınız və əlbəttə ki, bizim də elə məqsədimiz odur ki, tək rəsmi məqamlarla bağlı suallar olmasın. Eyni zamanda dinləyicilərimiz də rahat şəkildə suallarını yollaya bilsinlər. Kərimov Rəşad soruşur. Hörmətli Cavid müəllimə müraciət və sual vermək istəyirəm. Dəmir yolunda yük daşımaları departamentinin aylıq maaşları nə zaman artacaq? Dinləyicimiz qeyd edir ki, o 180 manat alır və bu vəsaitlə mümkün deyil dolanmaq. Tam razıyam, düz deyir. Amma əgər o Rəşad müəllim özü dəmir yolçudursa və yük daşıma departamentində işləyirsə, özü yaxşı bilir ki, bütün əmək haqqların ilkin və mənbəyi həmin onun özünün işlədiyi daşıma demək departamentindən asılıdır. Nə qədər yük çox aparat apararlar, o boyda da əmək haqqını artırmaq mümkündür. Mən sadəcə bir şey bilirəm ki, orta əmək haqqı dəmir yolunda biz qəbul elədiyimiz vaxtı 263 manat olub, bugün 342 manata qədər biz onu artırıb çatdırmışıq. 15-ci ildə, 14-cü ildə dəmir yolunda daşınma olub demək 22 milyona yaxın, 21 milyon. Və o illərdə alınan pullarla yeni texnologiyaların heç biri tətbiq olunmuyor. Ona görə də dəmir yoldakı işçilərin sayı təqribən yarı çoxdur. Yarı çoxdur. Yəni bu köhnə texnologiyalara, köhnə hər şey qulluq etmək üçün, onu saxlamaq üçün əlavə işçilərin sayı həddən artıq çox. Və bu günlərdə onların hamısını ixtisara salmaq biraz da iqtisadi baxımdan əlaqədar həm də biraz düzgün deyil. Amma zaman zaman bu yeni texnologiyaların tətbiqi, yeni elektrovozların gətirilməsi, yeni teplovozların gətirilməsi, lokomotivlərin də bu hamısı ümumiyyətlə gətirilməsi, yolda sürətin artması, stansiyalarda yeni texnologiyaların qurulması, o çiyinlər deyirlər yolda, məsələn, məsafənin uzadılması, bunların hamısı gətirib ona çıxardacaq ki, biz ixtisaslı mütəxəssislərlə daha çox işləyəcəyik. Və bu ixtisaslı mütəxəssislərin işləmək üçün də onlara xüsusi əməklərin, aşağı əməklərin işləmək qeyri-mümkün. Yəni siz onun tərəfdarısınız ki, daha az adam işləsin, mütərəqqi, yeni texnologiyalardan istifadə olunsun və maaşları da daha yüksək olsun. Mən onun tərəfdarı deyirəm. Bunu zaman belə göstərir. Bu belə də olmalıdır. Siz özünüz bunu yaxşı bilirsiniz ki, əgər bayaqdan bir qatarı 2 dənə lokomotiv qoşulub 4000-5000 çəkildirsə, bugün artıq lokomotiv 6000 yükü, 7000 yükü tək götürüb aparır. Və yaxud sürət artır. İşləmə saatı 8 saatsa, 8 saatda 200 kilometr yol gedirsə, 200 kilometr yol gedirsə, amma indi daha uzağa gedir. Ona görə bunların hamısı olacaq. Amma buna baxmayaraq, yəni zamanın tələbləri var. Bəli. Təşəkkür. Daha bir zəngimiz var. Sadiq Babayev bizimlə bərabərdir. Buyurun, eşidirik sizi. Bəli, salam, axşamınız xeyir Sadiq müəllim, eşidirik sizi. Buyurun, sualınızı verin. Buyurun. Cavid müəllimi salamlayırıq. Allah kömək olsun. Bir sualım var Cavid müəllimə. Bizim o deməli Bakı kəndlərində elektrik qatarı gedirdi qabaq. Bəli. Onun polad yolları qalıb, ancaq elektrik qatarı yoxdur. Onu haçan bərpa olunacaqmı, olunmayacaq ki? Belə istəyirdim bir Cavid müəllim bir. Siz harda yaşayırsınız əsən? Mən özüm yaşayıram Albalıda. Aha, o tərəfdə. Bəli. Ha, anladım sizi. Başa düşdüm nə deyirsiniz. Demək, biz onun tərəfdarıyıq ki, ümumiyyətlə onları bərpa eləmək. Mən bayaqları söylədim. 1-ci Bakı dairəvinin bərpasından məşğul olacaq. Bu marşrut demək olar, deyim ki, necə olacaq? Bakıdan Biləcəri, Xırdalan, Sumqayıt, o tərəfdən qayıdanda gəlir Saray, sonra keçir Coratın böyründən keçir, Pirşağı, sonra gəlir Zabrat,
sonra gəlir Koroğlu, sonra gəlir Bakı sərnişin. Amma o birisi xətt hansı ki siz dediyiniz Sadiq müəllim, o xəttlə əlaqədar biz artıq araşdırmalar aparırıq. Mən tapşırıq vermişəm, araşdırmalar aparırıq və yaxın günlərdə biz o haqda açıqlama verəcəyik. Biz yəqin ki o məsələyə fikrimiz var, yəqin ki yox fikrimiz var, qayıtmaq istəyirik. İnsanların rifahını, rahatlığını təmin etmək üçün bu mütləq qədər lazımdır. Məncə aktual məsələdir. Çox aktual məsələdir və məsələnin həlli üçün təsəvvür edək ki, Mərdəkan tərəfə, Şövelən tərəfə, Novxaniyə və digər istiqamətlərə biz rahat lüks qatarlarla getsə əla olur. Çox əla olur, mən də onun tərəfdarıyam. Hətta aeroporta belə deyək ki, təbii, hava limanına da yolun artıq proyektlenməsilə biz məşğuluq. Amma bir şey də deyim sizə ki, biz bu Stadlerin qatarlarını alıb gətirəndən sonra insanlar o köhnə elektrikalar deyək də, onlara minməkdən etiraz edirlər, istəmir heç kim ölmək. Çünki bunların içində həm kondisioneri var, həm isti soyuq hava, hər şey rahat, pəncərələr baxı, gipki, səssiz. Wi-Fi söylədiniz kimi, indi kim hara gedirsə elə dərhal Wi-Fi axtarır. Bunun içində hər şey olacaq. Ona görə də bu zaman bunların hamısını etmək lazımdır və Bakının həm coğrafi ərazisi böyük, həm də insanlar əvvəllər o bayaq qardaşımız dediyi yerdən, Sadiqdir də, səhv eləmirəm, o qardaşımız dediyi yerdə insanlar bağ kimi istifadə edirdilər. Artıq yaşayış məntəqəsinə çevrilir. Tamamilə doğru. Orada yaşayırlar. Orada çox adam yaşayır. Bəli, oralarda yaşayırlar hamısı. Onların artıq onlar orada yaşayıb iş yerləri əksəriyyətinin şəhərin ayrı-ayrı yerlərindədir. Təşəkkürlər. Biz davam edirik. Daha bir sual bu xidmətlə bağlıdır. Deməli, dinləyicimiz Leyla xanım yazır ki, Maxaçkala-Bakı qatarı ilə bağlı məlumat almaq üçün dəmir yolu vağzalına zəng vurduq. Çox qeyri-dəqiq, səlis olmayan cavab aldıq. Daha doğrusu heç bir məlumat ala bilmədik. Təkrar nəyisə soruşanda isə bizə biraz kobud cavab verdilər və heç bir informasiyanı əldə edə bilmədik. Xanım, əgər kimsə dəmir yolundan ona kobud cavab veribsə, mən o ikimiz etdiyi hərəkətə görə üzr istəyirəm, bu bir. Amma bizim borcumuzdur ona düzgün cavab vermək. Amma istəyirəm sizin nəzərinizə də və xanımın da nəzərinə bir şey çatdırım ki, dəmir yolu vağzalı bu günləri demək olar ki, çalışmır. Dəmir yolu vağzalı bu günləri təmirdədir. Ona görə yaxşı olar ki, o məsələlərlə əlaqədar dəmir yolunun qaynar xətti var. O qaynar xəttin nömrəsi hər kəsdə var. Yəqin biz deyərik, siz elan edərsiniz. Və eyni zamanda bizə gələn əlavə suallar, təklif və şikayətlərlə bağlı və biz fasilədə sizlə danışdıq ki, mütləq köməkçiləriniz vasitəsilə sizə çatdırılacaq və siz elə radiomuz vasitəsilə həmin dinləyicilərə cavab verərsiniz, əziyyət deyilsə. Biz sizə onu göndərərik, biz verilişlərinizin birində verərsiniz və yaxud mümkündürsə salarsınız, əməkdaşlıq edərik sizlə. Amma bu qaynar xəttimiz var, ora hər kəs bu suallarını, istəklərini göndərsələr daha yaxşı olar. Mən yenə xanımlar üzr istəyirəm, əgər mümkündürsə o məsələlərin də düzəlməsinə çalışarıq. Bilsəydik kimdir, ölçü götürərdik. Deməli, qaynar xətt 1822 və şəhər nömrəsi var 012 499 48 95, məlumat bürosu 499 45 15. Nə dərəcədə asan və rahatdır onlayn vasitəsilə, ya internet vasitəsilə onlayn tərzdə bilet əldə etmək? Çünki bütün dünyada artıq neçə illər ərzində bu problemsiz bir işdir. Bizdə indiyə qədər o məsələ olmamışdı, artıq var. Hər kəs onlaynla bilet ala bilər. Bu günləri hər kəs bizə qulaq asan, istəyirəm, xahiş edirəm, açsın və bizim adresimiz yazaraq dəmir yolunun. Bəli, Azərbaycan dəmir yolları yazılır, dərhal həmin saytınız açılır və burada sərnişinlər üçün bölümü var. Bəli. Nə dərəcədə effektivdir? İndi yəqin ki zaman göstərər. İstəyirəm ki, bizim dinləyicilərimiz də eşitsin, siz də onu yaxşı bilirsiniz ki, Azərbaycan dəmir yolları Qapalı Səhmdar Cəmiyyəti asan xidmətlə müqavilə bağlayıb və bizim, asan qatar. Bəli, asan qatardan əlavə, asan qatardan əlavə biz vağzallarda ümumiyyətlə yəqin gələcəkdə biletlərin satışını asan xidmətin üzərindən edəcəyik. Bundan sonra yəqin ki, suallar artıq siz olacaq. Bundan da məsələni asanlaşdırmış oluruq.
Və Asan Qatarla bağlı dövlətimizin başçısı artıq yeni bir layihə Asan Qatar sistemində fəaliyyətə başlayacağı, yəni qatarlar vasitəsilə xidmət göstəriləcəyi barədə məlumat verib. O ki qaldı siz dediyiniz məsələyə, bu əlbəttə ki çox önəmli məsələdir. Bu da xidmətlə, servislə bağlıdır. Evet. Düşünürəm ki bəli, hər şey yaxşı olacaq. Bəli, inşallah. Davam edirik və daha bir dinləyicimiz bizə yazır. Salam, növbətçilərin vagoniklər nə demək? Belə bir ştat var, yoxsa bu danışıq dilində elə yazıblar? Vagonlara xidmət edənlər də var. Yəni vagonlara xidmət edən Rusça deyirlər ki, lokomotivşiklər, yəni lokomotiv biri var vagona xidmət edən, onlara vagonşik. Biri var bütün o lokomotivə. Yəni əsas bəli, əsas rus şeydə dəmir yolunda termin əsas rus dili olub. Ona görə bu insanların dilində zaman-zaman hamısı qalıb. Ona görə vagon işçilərinə, vagon xidmətinin işçilərinə vagon işçi deyirlər, belə deyirlər. O da elə maaşla bağlı yazır. Bəs deyilir ki, maaşlar 150-200 manat artırılmalıdır. O deyilənlər nə vaxt olacaq? Biz o məsələyə başlamışıq və mən hesab edirəm ki, bunlar artıq yavaş-yavaş həllini tapır. Yəni biz demək bu sərnişin daşımanın ümumi içinə girən bir məsələdir. Həm o bizim sual verən vətəndaşın sualına cavab olaraq demək istəyirəm ki, Emin Quliyev. Bəli, Emin Quliyev demək istəyirəm ki, o dedikləri həmin o vagonşiklər o sərnişin daşımanın bir hissəsidir, şöbəsidir. Və onun artıq biz onu hazırlayıblar o məsələni. Bir neçə dəfələrlə onu biz müzakirə etmişik. Çünki ora ən böyük xidmətlərdən biridir. 8500 insan çalışır orada. Və orada məsələlərin baxılması üçün o çox ağırlı məsələdir. Zaman-zaman orada o məsələlər gərək hamısı xırdalanlardı, baxılardı, mühasibatı qaydasına qoyulmalıdır. Kimə hansı dərəcələr və yeni dərəcələr tətbiq olunacaq. Artıq dərəcələrlə tətbiq olunacaq və hər kəs öz dərəcəsinə uyğun və ölkədə olan orta əmək haqqına uyğun əmək haqqı ilə təmin olunacaq. Amma buna zaman lazımdır. Zaman lazımdır. Biz qazancımızla xərcimizi bilməliyik. Qazanmadan xərcləyə bilməliyik. Bugünkü qazancımız bizim xərcimizi zaman olduqca ödəmir. Ona görə də biz gərək sürət azaldaq. Artıq işçilərdən, izafi xərclərdən, artıq işçilərdən, qeyri kənar xərclərdən hamısından kənarlaşaq. Buna da vaxt lazımdır. Bu bir gündə olmur. Və biz də bunun yolundayıq. Bir departamentdə qutarmışıq, indi keçirik o birisinə. Birinə qutarırıq o birisinə. Çox sağ olun, təşəkkür edirəm və Akşin Qafarov yazıb, bilmirəm, bəlkə sizin qurumda işləyir, yazır ki, gözəl insan, dəyərli rəhbər, hər zaman var olun, sizinlə fəxr edirik. Sağ olun, təşəkkür edirəm. Heç olmasa yaxşı bir söz eşitdim. Təşəkkür edirik ki, belə bütün suallara açıq idiniz. Çox maraqlı həm söhbətsiz və fasilədən mən qonağımızdan öyrəndim ki, o ilk dəfədir ki, radio vasitəsilə müsahibə verir. Asan Radio 100 FM-ə bir daha xoş gəlmişsiniz. Ümid edirik ki, mütəmadi olaraq qonaq qismində, radiomuzda mütləq sualları cavablandıracaqsınız. Sağ olur. Mən də deməkən Asan xidmətə, çünki bu Cənab Prezident İlham Əliyevin brendidir. Onunla fəxr eləyir, sevinir. Hər dəfə onun işlərindən görürük ki, fərəhlənir. Bu da bizim üçün çox xoşdur. Şəxsən mənim üçün çox xoşdur. Həm də bu ilkin olaraq deyək ki, bir ilkini biz sizdə siftəsini deyək, sizdə etdik. Allah uğurlu xeyirli eləsiz. Radionuza uzun ömürlər, uzun dalğalar, hər yerə çatan bilən dalğalar. Səsiniz yuxarılardan gəlsin. Həmişə dalğanız yaxşı mənada hər yerdə eşidilsin. Təşəkkür edirik. Bütün qatarlarda da Wi-Fi olanda onda bizə internet vasitəsilə də qulaq asmaq olar. Mən düşünürəm ki, elə böyük məmnuniyyətlə siz əməkdaşlarınıza və cavabdeh şəxslərə söyləyəcəksiniz və tövsiyə görəcəksiniz ki, məhz bizim radionu dinləsinlər. Biz hər kəslə əməkdaş etməyə hazırıq. Hələ ki, Asan Radio'yla. Buyurun.
Təşəkkür edirəm. Qonağımız Cavid Qurbanov idi. Bizim söhbətimiz başa çatdı və əlavə suallar hansılar ki efir vasitəsilə verilmədi, biz onları mütləq Cavid müəllimlə bərabər bura gələn əməkdaşlara çatdıracağıq və Asan Radio vasitəsilə elə bütün cavablar söyləniləcək. Asan